Gənclərin bir çoxsu antidepressant içir, xəbəriniz varmı? Alışıblar. Dünya üzrə maraqlandım, dəqiq statistika aparmırlar, amma 20 milyard dollara yaxın hər il antidepressant satılır. Özü bilirsiniz, hansı ölkələrdə daha çox xərcləyirlər onu? Amerikada, Kanadada, Avstraliyada, İslandiyada. Çox qəribədir. Baxırsan ki, şimalda deyəlim ki, depressiv ölkələrdir, işığı düşmür. Ona görə İsveçdir, İslandiyadır, İngiltərədir. Yox, Avstraliyada var olan içində. Gün boyu təpələrinə döydüyü bir ölkədə də var. Kanadada da var, Amerikada da var. Az qala 20%-ə yaxınlaşır əhalinin. Az bir şey deyil. Niyə görə? Çünki yarada bilmirlər burada dopamin, serotonin, noradrenalin. Nə gücləri var, nə enerjiləri var, nə sevincləri var, nə dayanıqlıqları var stresə qarşı. Yıxılırlar həmən. İnsanın gücü yoxdur, çünki insanın Allahı yoxdur. Ya bəs siz yaşaya bilirdiniz? Niyə bu qədər medikamentoza ehtiyac hiss elədiniz? Hələ mən demirəm ki, nə qədər alkoqol tükətilir dünya üzrə. Nə qədər? İnsanlar var ki, hər gün kiməsə yaşaya bilmir. Sevinç ala bilmir həyatdan.